Böyük Qafqaz dağlarının yamacında Qaraçayın sahilində yerləşən Buduq kəndi tarixi və yerləşdiyi coğrafi mövqeyinə görə xüsusilə seçilir. Bu kənddə yaşayan insanların həyat tərzi ilə maraqlanmışıq, izləyək. Bura adi ərazilərlə müqayisədə xeyli yüksəklikdə yerləşir. Özünəməxsus evləri və fərqli həyat tərzi var. Quba rayon mərkəzindən 64 kilometr məsafədə yüksək dağlıq ərazidə yerləşən Buduq kəndi özünəməxsus yaşayış tərzi ilə diqqət çəkir. Kənddəki evlər əsasən yonulmuş daşlardan inşa olunub. Sərt iqlim və çətin dağ şəraitinə baxmayaraq, sakinlər uzun illərdir əsas dolanışıqlarını heyvandarlıqdan təmin edirlər. Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən Buduq kəndində maldarlıq və qoyunçuluq bugün də əsas məşğuliyyət sahələri olaraq qalır. Buduq kəndində həyat zəhmətlə keçir. Burada insanın qazancı da, ümidi də heyvandarlığa bağlıdır. Buduq kəndində sakinlər sərt təbiət şərtləri ilə üz-üzə yaşayırlar. Bizdə təbiət çox sərt keçir. Qış çox olur da bizdə. Demək olar ki 8 ayı qış olur. Hava çox sərt keçir bizdə. Nə işlə məşğulsunuz burada? Bizdə bizim məşğulluğumuz yenə deyirəm ki, heyvandarlıqdır. Qoyun saxlayırıq, mal saxlayırıq. Bizim dolanışımız ki heyvandarlıqdır. Gedib gəlirsiniz də rayona? Rayona ki qış ayları olanda gediş-gəliş çətin olur. Yaz-yay mövsümündə heyvanlar dağ otlaqlarında saxlanılır. Payız fəslində isə satışa çıxarılır. Saxlayırıq da bir 10 baş mal, 50-60 qoyun. Sonra quzusu var, onun keçisi var. Otu yığırsınız? Hə, otu bişiririk özümüz. Özümüz bişiririk, özümüz yığırıq. Hər tədarükümüzü özümüz yığırıq. Satışla məşğul deyilsiniz? Satışla harca ildə bir dəfə də sezonda, ancaq sentyabr ayında. Buduqluların özlərinə məxsus dili var və kənd sakinləri gündəlik ünsiyyətdə əsasən bu dildən istifadə edirlər. Emin Kərimov, Rafael Mailbəy, Nərmin Məmmədhəsənli, Xəzər xəbər.